Salam xanımlar, hər vaxtınız xeyir olsun. Mən burada Temudan aldıqlarımı sizinlə bölüşüm. Birincisi belə bir kablo almışam. iPhone 13 Pro üçündür. Bu isə iPhone 12 Pro Max üçündür. Hər iki kablo da çox sərtdir və çox yaxşıdır. Mən bu hər iki kablonu da bəyəndim. Hətta digər qara kablodan 2 dənə almışam. Növbəti videodan irəliləyən saniyələrdə qarşılayacaqsınız. Və belə bir şey almışam. Bu da əşya. Bu əşya deməli nə üçündür? Uşaqda yatağında oyuncağını asmaq üçün olur. Onlardandır. Çox məmnun qalmışam. Yaxşıdır. Bir də qızlar, burada kodlar paylaşacağım. Kodlar deyil, kod paylaşacağım. Və siz də o koddan yararlanaraq istədiyiniz məhsulları endirimlə əldə edə bilərsiniz. Daha sonra isə burada gəlir, nə gəlir? Bu isə köpük çıxardan tapancadır. Hansı ki o bəzi saytlarda və yaxud da mağazinlərdə baha satılır. Mən isə bunu çox ucuza aldım. Yəni 4 manat, 3 manata belə əldə etdim. Çox yaxşıdır. Endirim kodu ilə. Təbii ki. Daha sonra isə belə bir yenə kablodur. Eyni kablodandır. Birini qaynatan, birini isə yoldaşım üçün almışam. Çox yaxşıdır. Yəni hər ikisi də bəyəndilər. Möhkəm kablodur ən əsası. Burada da göstərirəm 2 dənə olduğunu. Daha sonrasında isə belə nə gəlir? Mikrofon. Hal-hazırda da əlimdə bu mikrofonla sizə səs qaydını edirəm. Yəni videonu səsləndirirəm. Çox yaxşıdır, çox keyfiyyətlidir. Və qiyməti isə çox münasib idi. 6 manata aldım. Endirim kodu ilə 6 manata aldım. Çox qəşəngdir. Bir mikrofonludur. Bunların 2 mikrofonlusu da var. Yəni istəsəz onlardan da ala bilərsiniz. Burada açmağa çalışıram. Yəni keyfiyyətinə söz ola bilməz. Yaxşıdır. Və xanımlar, kodları açıqlama qismində də yazacağam. Videonun üzərində də qeyd edəcəm. İstəsəz yararlanın. Və budur, göstərirəm içində nə var. Bu isə bu axırıncı göstərdiyim isə yaxadan asmaq üçündür. Digərini telefona taxırsan və o birisini isə mikrofondur. Bu da çöldə danışanda o tüklü salırlar mikrofonu, ondandır. Bir də şarj üçün Type-C'dir. Daha sonra isə nədir? Tripod almışam. Bunun boyu hardasa mənim boyum 1.65'dir. Bu hardasa 1.72, 1.70 falan olar. Yəni çox hündürdür. Həm selfie çubuğu, həm də ki tripod kimi istifadə etmək olur. İstəsəz bunu təklikdə şəklini də çəkib göstərə bilərəm. Çox möhkəm saxlayır telefonu, çox yaxşıdır. Yəni çox rahat. Baxın, hələ açmışam. Bu hələ yarısının yarısıdır göstərdiyim. Yəni çox yaxşıdır. Sizə şəkillə paylaşaram.